Dənə məsələyə istəyirəm, hörmətli televiziya tamaşaçılarına bir məlumat verəm. Siz bilirsiniz, biz artıq demək olar ki, 35 ildir ki, 35-ci ilə keçir dövlət müstəqilliyimizin elan olunmasından bu tərəfə və həm bizim partiyamız, həm də bizim partiyanın vaxtilə mətbuat orqanı, bugün müstəqil fəaliyyət göstərən, deməli, mənim də təsis olduğum Hürriyyət qəzeti də 34 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Hürriyyət adını biz əsrin əvvəllərində fəaliyyət mövcud olmuş Hürriyyət qəzetinin adını yaşatmaq məqsədini götürmüşdük. Bu günlər Türkiyədə də var. Türkiyədə də var. Mənası azadlıq deməkdir. Və biz əsrin əvvəllərində Azərbaycan mətbuatında Çar Rusiyasının nə qədər təzyiq elədiyini, o vaxt Zərdabinin başçılığı altında mətbuatımızın nə qədər acınacaqlı şəraitdə fəaliyyət göstərməsini şahid idik və biz istəyirdik ki, yeni bir dövrdə, yeni bir hürriyyətin, yeni bir şərtlər daxilində fəaliyyətini təmin edək. Və bu 34 il ərzində biz öz vəsaitimizdən uzun illər böyük maneələrə, çətinliyə baxmayaraq Hürriyyət qəzetini yaşatdıq. Hətta Zaqafqaziyada ən böyük tiraj olan bir qəzet səviyyəsinə çıxartdıq. Sonra Ramiz Mehdiyev müdaxiləsi ilə mən dedim ki, siz vaxtilə o qəzetin tirajı azaldıldı. Sonradan dövlət, deməli, qəzetlər dövlət maliyyəsinə keçdilər. Uzun müddət Azərbaycan, deməli, Hürriyyət qəzeti dövlət maliyyəsindən məhrum edildi. Yəni, Əli Həsənov İctimai Siyasi Şöbənin müdiri olan vaxtlarda hətta jurnalistlərə ev ayırdılar. Bugünə qədər Hürriyyətdən bir jurnalistə, deməli, ev verilmədi. Azərbaycan mətbuatında bugün mətbuat işçisi adlanan adamların 90%-i Hürriyyətdən gəlib keçib. Bizim deməli onlarla redaktorumuz olub ki, bugün Azərbaycan mətbuatının onlar qabaqçı nümayəndələri isə minlərlə jurnalist gəlib keçib. Yəni Hürriyyətdə işləməyən bugün internet televiziyalarına rəhbərliyin adamlar var, bugün digər qəzetlərə rəhbərliyin adamların 90%